Dostum, bu gün ingilis dilindəsən, əsl Amerikalıların danışdığı kimi öyrənəcəksən. Necə? Yəni, əsl Amerikalıların gündəlik necə danışırlarsa, sən bu dərsdə, bu videoda onu öyrənəcəksən. O zaman ekrana yaxın əyləş. Bu gün ingilis dilində hər kəsə salamlar. Bu gün ingilis dilində biz Amerikalıların gündəlik danışıqlarını öyrənəcəyik. Yəni, Amerikalılar gündəlik evdə, işdə, mətbəxdə, dostlarla, görüşəndə necə danışırlarsa, necə biz gündəlik danışırıq və bizim də Azərbaycanlıların gündəlik danışığı var və rəsmi üslub var, düzdürmü? Və bizdə Amerikalıların beginner səviyyəsi var, bir də pro səviyyəsi var. Pro da gündəlik, real danışıqlar üzərindəndir. Yəni, real Amerikalı, sən Amerikaya düşdüyün zaman, Amerikada yaşadığın zaman, səfər etdiyin zaman, turist kimi getdiyin zaman, təhsil aldığın zaman, sən Amerikalıların, New Yorkda, Los Angeles'da, Boston'da yaşayan Amerikalılar, digər bir şəhərlər olsun, yaşayan Amerikalılar gündəlik necə danışırlarsa, yəni gündəlik bir-birlərini necə ifadə edirlər, fikirlərini izah edirlərsə, sən onları öyrənəcəksən bu videoda. Düzdür, videonu çalışacağım kiçik olsun ki, yorucu olmasın yeni başlayanlar üçün. Amma beginner səviyyə isə müəllimlərin ilk başda tələbələrə öyrətdiyi, şagirdlərə öyrətdiyi standart bilgilərdir. Bu bilgilər ki, universitetlərdə, məktəblərdə, skullarda öyrədilənlərdir və bunlar da kitab dilində belə desək, rəsmi üslubda olanlardır. Bunlar da vacib olanlardır. Amma biz isə danışıq öyrəniriksə, pro versiyanı seçirik və bu versiyada tam real bir şəkildə ingilis dili öyrənmiş olacağıq. Yəni, sən I don't know-nu daha profesional formasını öyrənəcəksən. Yes-i daha profesional formasını öyrənəcəksən. Yəni, fikrimi bunu çatdırmaq istəyirəm sizə. Dostlar, bu videoların davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı, dostlarınızla bu videonu paylaşmağı unutmayın. Niyə mən hər dəfə bunu deyirəm? Çünki elə insan var ki, maddi durumu zəifdir, amma ingilis dili öyrənmək istəyir, həyatını dəyişmək istəyir. Biz isə niyə ona dəstək olmayaq? Bir Azərbaycanlı olaraq, bir vətəndaş olaraq, birimizə dəstək niyə olmayaq? İnsanlara faydamız niyə deyməsin? O zaman bu videonu bəyənirsən, kanalımıza abunə olursan ki, və həqiqətən ingilis dili öyrənmək istəyənlərin qarşısına çıxsın və bizə qoşulsun, bizim marafonda ingilis dili öyrənsin və ən gözəl yatırım, ən gözəl investisiya dostlar, insan öz həyatına qoyduğu investisiyadır. Sən bu videonun davamı gəlmək istəyirsənsə, kanalımıza abunə olmağı unutma və dərslərimizi bəyən, paylaş dostlarınla. Elə insanlar var ki, dostlar, onlar maddi durumu zəifdir, amma ingilis dili öyrənmək istəyirlər. Sənin bir like-ını, bir abunə olmağını bizə çox görmə. Çünki bu kimiz həyatını dəyişmiş olar. Friends, I will speak slowly so you can learn easily. Okay? Beginner English, Pro English. Beginner English. Hello. Pro English. Hi. Beginner. Yes. Pro. Absolutely. Beginner. Now. Pro. Nope. Beginner. Maybe. Pro. Perhaps. Beginner English. How are you? Pro English. What's up? Beginner English. I am listening. Pro English. I am always. Beginner English. I am busy. Pro English. I am tied up. Beginner English. I am sorry. Pro English. My bad. Beginner English. I don't know. Pro English. Beats me. Save the video, subscribe to channel, share it with your friends. Thank you so much.